Ən çox nə üçün darıxırsan? Ən çox keçən... Ürəyim gedir bax bu hissə, belə şeyləri öyrənmək üçün, Ən soruşmaq çox- üçün. Çünki elə bir mənzərələr var ki, həyatımızda biz onları yenidən yaşamaq istəyərdik. Yenidən oradakı insanları görüb o səsləri eşitmək istəyərdik. Nə üçün darıxırsan? Ən çox o keçən illər üçün darıxıram. Ən çox Allah rəhmət eləsin, rəhmətli Vüqar Şaş sağ olardı. Şaş Rəşad aramızda olardı. Orada Pərviz də var idi, o bir dörtlük var idi əvvəl. Ən çox o dörtlük üçün darıxıram. Ən çox o səhnələr üçün darıxıram, o getdiyimiz yollar üçün darıxıram. Məsələn, biz elə olub ki, 3 günlərlə, 5 günlərlə səfərlərdə olmuşuq, amma bir yerdə olmuşuq da. Biz həmişə o sözü mən deyirdim, uşaqlar gülürdü Rəşadgil. Deyirdim, atamızdan, anamızdan çox bir-birimizi görürük. Ən çox illər üçün darıxıram. Hərdən elə çox sıxılıram, çox darıxıram. Hərdən içimdə o dostlarımı qınayıram ki, məsələn, sən niyə tez dünyadan köçdün? Sən niyə tez bizim aramızdan getdin? Hərdən çox sıxır o şeylər mənə. Amma həyatla neynəmək olar, qismətdir. Və ən çox da siz xan bilirsinizmi nədir? Dost olaraq onları daha yaxından tanıyıb, onların qəlbindəki, ürəyində qalan o yarım arzuları və yaxud da gördükləri haqsızlıqları bilirsiniz deyə. Bəli, mən... Biraz o doğrudan yandırır insanı. Dostluqlar üçün də darıxır adam. Məsələn, biz o qədər bir-birinə alışmışdıq, bir-birinin xasiyyətini bilirdik, bir-birinin çətin günündə, yaxşı günündə hamıdan qabaq bir-birinin yanında olurduq. O dostluqlar üçün, ümumiyyətlə səmimiyyət üçün darıxmışam. Yəni bunun axırın belə